1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə keçmiş Sovet ordusunun Xan kəndində yerləşən 366-cı moto atıcı alayının köməyi ilə erməni silahlı birləşmələri Xocalıya hücum edib. 613 nəfər qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70 nəfəri qoca olub. 1275 nəfər dinc sakin, qoca, qadın, uşaq girov götürülüb. 190 nəfər isə itkin düşmüşdür. Bugün Qazaxda da Xocalı qırğınının anımı keçirilmişdir. Qeyri-hökumət təşkilatları bu anım günündə bu soyqırımı belə xatırlayır. Qan yaddaşımız olmasa təzələnsin. Bilsinlər ki, düşmənlərimiz, ermənilər dünyada Rus imperiyasıdır. Bunları bilmək lazımdır. Mən gözlədiyimdən də çox aşağı səviyyədə hakimiyyət tərəfdən təşkil olunur. Hakimiyyət tərəfdən sayğı göstərilmiş bir tədbir olunur. Rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Xocalını anı mərasimi idi. Və hakimiyyət tərəfdən adicə plakatı asmağa iftə verilməlidir. Xocalı soyqırımının 22-ci il dönümündə Qazax regional inkişaf resursları olaraq biz də istədik ki, Qazaxda kiçik topda belə bir aksiya keçirdək. Xocalını unutturma aksiyası və gənclərimiz sağ olsunlar, bərabər yığışdıq. Belə bir baneri, pankartı açdırdıq Qazax şəhərinin mərkəzində. İnanırıq ki, bunlar əlbəttə ki, simvolikdir. Bugün Xocalının anım günüdür. Qazax rayonunda da bu tədbir çox aşağı səviyyədə keçirildi. Qeyri-hökumət təşkilatları Qazaxın mərkəzində təşkil etmiş bu aksiyada 10-15 nəfər adam iştirak etdi. Əfsuslar olsun ki, yerli icra strukturu nə şəhərin özündə, nə küçələrində bu anımı yada salmaq üçün heç bir fəaliyyət göstərməmişdi.